Azərbaycan kinosunun və səhnə sənətinin görkəmli simalarından biri, xalq artisti Rasim Balayev 29 mart 2026-cı ildə 77 yaşında İstanbulda müalicə aldığı memorial xəstəxanasında vəfat edib. Avqust ayında 78 yaşı tamam olacaqdı. Ağciyər xərçəngi və diabet xəstəliyindən əziyyət çəkən sənətkar son günlərini vətəndən uzaqda keçirsə də, ürəyi həmişə Azərbaycan kinosu ilə döyünürdü. Rasim Əhmədoğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra kinoya ilk addımını Ulduzlar Sönmür filmində atıb. Onun əsl şöhrəti 1970-ci illərdə gəlib. Nəsimi filmində Nəsimi, xüsusilə 1979-cu ildə çəkilən Babək filmində Babək rolunu ifa eləməsi ilə Rasim Balayev Azərbaycan kinosunun əfsanəsinə çevrildi. Bu obrazlar milli qürur və azadlıq ruhunun parlaq təcəssümü idi. Rasim Balayev, Dədə Qorqud, Sönmüş ocaqların işıqları, həm ziyarət, həm ticarət, Cavid ömrü və onlarla digər filmdə yadda qalan obrazlar yaradıb. 60-dan çox filmə çəkilib, dərin psixoloji oyun tərzi ilə tanınıb. 1982-ci ildə xalq artisti fəxri adına Azərbaycan Dövlət mükafatına layiq görülüb. Uzun illər Kinematoqrafçılar İttifaqının rəhbərliyində çalışıb, şöhrət, istiqlal və digər ordenlərlə təltif olunub. Rasim Balayev sadəcə aktyor deyildi, o Azərbaycan mədəniyyətinin canlı tarixi, milli ruhunun daşıyıcısıydı. Onun yaratdığı obrazlar gələcək nəsillərə də ilham verəcək. Allah rəhmət eləsin.